Salam, əziz yoldaşlar. Sabahınız xeyir olsun. Deməli, biz 25-ci mövzuya gəldik, çatdıq. Nağ müəllimi kitabından. Tənlik qurmaqla məsələ həlli. İnanın ki, çox maraqlı bir dərsdir, maraqlı bir mövzudur. Necə ki, dəyişənlər üzərində, dəyişənli ifadələr üzərində əməlləri öyrəndik, sonra tənliyi həll etməyi öyrəndik. İndi isə tənlik qurmaqla məsələ həll etmək. Elə məsələlər var ki, onların həllində tənlik lazım deyil, amma biz bu tənliyi qurmağı bacarmalıyıq. Bu vərdiş bizdə yaransa, məsələləri həll etmək də bizim üçün asanlaşar. Gəlin ən sadədən başlayaq elə. Burada deyək ki, birinci. 3 natural ədədin cəmi 33-dür. 3 ardıcıl natural ədədin cəmi 33-dür. Bu ədədləri tapın. Lövhəmiz görsənir. Biraz açın belə. Əslində qalsa biz bunu asanlıqla tapa bilərik. 33-ü bölərəm 3-ə, düşər 11 və 11 ortadakı ədəddir. Bundan əvvəlki 10-dur, sonraki isə 12-dir. Biz bunu asanlıqla təyin edə bilərik. 3 ardıcıl ədədin cəmi 33 idi, ardıcıl dediyinə görə böldük 3-ə. Ortadakı 11-dir, əvvəlki 10, sonraki da 12-dir. Yəni bunu asanlıqla da həll edə bilərik. Amma görək necə tənlik qururuq ki? Bilirik ki, ardıcıl ədədlər bir-bir artır. Yəni, bir vahid çoxalır. Baxın, tənlik qurmaqla dediyinə görə də tam hissə modeli ilə yazmıram. Birinci ədədim x-dir. İkinci ədədim x plus 1-dir. Üçüncü ədədim x plus 1 plus 1-dir. X plus 1 plus 1 əslində nə deməkdir? X üstə gəl 2 deməkdir. Belə də yaza bilərəm. X üstə gəl 2. Və deyir ki, cəm neçədir? 33. Deməli, mən nə etməliyəm? Bunları toplamalıyam. Toplayanda biz dəyişənli ifadələr üzərində əməllər, yaxud sadələşdirməsini keçdik. Oxşar ədlərimə baxıram. X var, X var, X var. Topladım, oldu 3 dənə X. 3 vur X. Üstə gələk. 1, bu da 2. Elədi 3. Bərabər oldu 33-ə. Deməli, bir tənliyi aldım. 3 vur X bərabərdir. 33-dən 3 çıxdıq, qaldı 30. Deməli, X bərabərdir 30 böl 3. Bu da X bərabər oldu 10-a. Deməli, birinci ədədimiz neçədir? 10. Sonraki 10 üstə gəl 1, 11. Sonraki 10 üstə gəl 2, 12. Bayaq da bunu almışdıq. Sadəcə biz bu məsələni, bu tapşırığı yerinə yetirmək üçün tənlik qurmağı öyrəndik. İkinci də bu tipdədir. Üçüncü də yox. Burada ardıcıl tək ədəd deyir. Ona görə bunu da göstərirəm. Üçüncüdə deyir ki, 3 ardıcıl tək ədədin cəmi 39-dur. Mən bilirəm ki, istər tək ədəd olsun, istər cüt ədəd olsun, bunlar 2-2 artır. Birinci ədədimə deyirəm olsun A. Onda ikinci ədədim olacaq neçə? A üstə gəl 2. Üçüncü ədədim neçə olacaq? A üstə gəl 4. Və bunların cəmi deyir 39-dur. Baxıram. A. Oldu 3A. Üstə gələk. 2 ilə 4 topladım. 6 bərabər oldu 39-a. Gördük mü? Bir tənlik aldıq. 3A bərabərdir. 39-dan 6-nı çıxıram. Qalır 33. Buradan alıram A bərabərdir. 33-ü bölürəm 3-ə düşür 11. Deməli, birinci ədədim 11-dir. İkincisi 13-dür. Üçüncüsü isə 15-dir. Bəs bunu tənlik qurmadan necə həll edərdik? Məsələn, imtahandayıq. İmtahanda onda bizə lazım deyil ki, bu qədər uzun tənlik yazmaq. Sadəcə biz bunu başa düşmək üçün, dərk eləmək üçün necə etmək olar, ona görə öyrəndik. İmtahandayıqsa bu şəkildə yaza bilərik. 39-u bölürəm 3-ə. Düşdü 1, bu da 3. 13. Ədəd oxumu çəkdim. 13 ortadakı ədəddir. Bundan qabaqki 11-dir. Sonraki isə 15-dir. Yəni bu şəkildə də həll edə bilərik. Sonra 5, 2, 4, 5 deməli buna oxşardır. 6-ya keçirəm. Maraqlıdır. Deyir ki, 3 ardıcıl cüt ədədin cəmini 3-ə vurub. Əvvəlcə mənə deyir 3 ardıcıl cüt ədəd. Mən o ədədləri qeyd edirəm. Birinci, ikinci, üçüncü ədəd. Ardıcıldır və cütdür. Birinci olsun n. İkinci olacaq n üstə gəl 2. Üçüncü olacaq n üstə gəl 4.
İndi deyir ki, bunların cəmini, deməli, toplamalıyam. N oldu 3M. Üstə gələk 2 ilə 4 toplayıram 6. Deyir ki, bunların cəmini 3-ə vur. Deməli, mən təkcə bunu belə vuruş yazsam, bu düz olmayacaq. Cəmini deyirsə, bunu mötəriz yazıram. Cəmini vurdum 3-ə. Alınan hasildən 6 çıxsaq, çıxıram 6-nı, bərabərdir 30 alınar. Deməli, bu tənliyi həll edəcəyik. Nə edəcəyik? 30 üstünə 6 gələcək. Tənlikləri həll edəndə öyrəndik. 36. 36-nı 3-ə böləcəyik. 12. 12-dən 6 36-nı 3-ə böləcəyik. 12. 12-dən 6 çıxacaq. Qalacaq burada neçə? 6. 6-nı da 3-ə böləcəyik. Düşəcək 2. Deməli, birinci ədədimiz olacaq 2. İkinci olacaq 4. Üçüncü olacaq isə neçə? 6. Deməli, tənliyimizi bu şəkildə həll edəcəyik. Həllini yazmadım, çünki biz artıq tənliyi həll etməyi öyrənmişik. İndi baxaq başqa tipdə olan məsələlərə. Məsəl üçün, elə 7-yə də baxa bilərik. Deyir ki, 100-dən 4 ardıcıl natural ədədin cəmini çıxsaq. Tənlikləri quracam sadəcə. 100-dən çıxmalıyam. Neçəni çıxmalıyam? 4 ardıcıl natural ədədin cəmini. Birinci ədədim x-dir. İkinci tək cüt demir. X üstə gəl 1-dir. Üçüncü x üstə gəl 2-dir. Dördüncü isə x üstə gəl 3-dür. Cəmləsəm bunları 1x, 2x, 3x, 4x olacaq 4x. Mötərizəm açıram. 1, 2, bu da 3. Elə də 6. Üstə gəl 6. Bərabər olur neçəyə? Neçə nömrəlidir? Bunu da qarşısında yazım, sonra mən unuduram. 18 alınır. Deməli, bərabər oldu 18-ə. Baxın, tənliyimizi qurduq. Düzdürmü? Tənliyi də həll etməyi bilirik. Bu tənliyi 2 cür həll etmək olar. Buna çıxılan kimi baxıb 100-dən 18 çıxarıq, sonra 4x-i taparıq. Ya da ki, bu mötərizəni açarıq. Bax, bu şəkildə həll edə bilərik. 100 çıxılsın 4x. Bax, bu çıx, bu mötərizənin içindəki üstə gəlib çıxa çevirir. Çıx 6 bərabərdir 18. Deməli, tənliyimiz olacaq 4x bərabərdir. 100-dən 6 çıxdıq, neçə qaldı? 94. Çıx 18. Buradan alacaq 4x bərabərdir. 14-dən 8 çıxdıq 6. 8-dən 1 çıxdıq 7. Deməli, x bərabərdir. 76-nı bölürük 4-ə. 7 4-ə 1 dəfə. Orada qaldı neçə? 3. 36 4-ə 9 dəfə. Deməli, bizim birinci ədədimiz 19-dur. Bizdən nəyi tələb edirdi? Bu ədədlərin böyüyünü tapın. Böyüyü də biz görmüşdük bayaq yazanda. Birinci x idi, ikinci x plus 1 idi, ikinci x plus 2 idi. Bu birisi x plus 3 idi. Deməli, 19-un üstə 3 gəlməliyik. Onda neçə eləyəcəkdir? 22. Deməli, bu məsələnin tapşırığın cavabı olacaq 22. İndi gəlin baxaq, başqa tipdə olan birinə baxaq. Məsəl üçün 9-da deyir ki, biri digərindən 7 dəfə böyük olan 2 ədədin cəmi 256-dır. Neçə nömrəlidir bu? 9 nömrəli. Biri, birinci ədədimiz, ikinci ədədimiz. Digərindən 7 dəfə çoxdur. Yəni, əgər bu A-dırsa, ikinci A vur 7-dir. Və bunların cəmi 256-dırsa, deməli A üstə gəl 7 vur A bərabərdir 256 və 8 vur A bərabər 256 və buradan A-nı tapmaq üçün 256-nı 8-ə böləcəyik. Yəni, çətin bir şey yoxdur. Əslində, özümüz də bu tipdə məsələlər qura bilərik. Mən keçəndə şagirdlərimə beləcə keçirdim. Yəni, 4-cü sinifdə tam hissə modelini keçəndə bu tipdə tapşırıq qarşımıza çıxır. Necə deyirdim? Məsəl üçün, deyirəm ki, 2 ədədin cəmi, əvvəlcə cəmini demirəm, deyirəm ki, ədədlərdən biri o birindən, tutaq ki, mən dedim ki, 9 dəfə böyükdür. Onda düşünürəm, orada tam hissə modeli deyildi, amma bir də tənliklə yazıram. Deyirəm ki, biri x-dirsə, o birisi neçədir? 9 vur x. Yəni, 2 ədəd var, ədədlərdən biri o birindən 9 dəfə çoxdur. İndi bunların cəmini neçə deyə bilərəm? Mən bilirəm ki, bunları toplamalıyam cəm deyəndə. Cəm deyəndə vuruqlarımın biri olacaq 10, biri olacaq x. Deməli, burada cəm dediyim ədəd 10-a bölünməlidir. Deyərəm 160-dır.
Deyərəm 200-dür, 140-dır və s. Birdən fərqi olsa, onda nə edəcəm? Məsəl üçün, deyirəm ki, ürəyimdə 2 ədəd tutmuşam. Bu ədədlərdən biri o birindən 9 dəfə çoxdur. Fərqi, fərqi deyirsə, mən 9x-dən x-i çıxmalıyam. Qalacaq 8x. Deməli, mən bunların fərqini elə bir ədəd deməliyəm ki, o 8-ə bölünsün. Deyirəm ki, 64-dür. Bunların fərqi 64-dür. Onda 8x-in bərabər olur 64-ə. Ədədin bərabər olur x bərabər 64 bölü 8. Oldu 8. Mənim ürəyimdə tutduğum ədəd neçəymiş? Biri 8 imiş, biri də ki 72. İndi baxıram 72-dən 8 çıxanda 64 qalır. Bəli. Deməli, sadə bir tərinlikdir. Məsələdir daha doğrusu. Özümüz də bu tipdə məsələ qura bilərik. İndi baxaq 13 nömrəli məsələyə. Deməli, burada deyək ki, uzunluğu 60 metr olan məfdili biri digərindən 4 dəfə uzun olmaqla 2 hissəyə böldülər. Şərti diqqətlə oxuyanda görürük ki, 2 cür məfdil var. Birinci, ikinci. Və bu hissələrin uzunluğu biri digərindən 4 dəfə çoxdur. Yəni, birincinin uzunluğu B-dirsə, ikincinin uzunluğu 4 vur B-dir. Və bu məfdillərin uzunluqlarının cəmi neçəymiş? 60. Deməli, B üstə gəl 4 vur B bərabər 60. Və biz buradan bu tərinliyi həll edib, hər hissənin uzunluğunun neçə metr olduğunu tapa bilərik. İndi baxaq 14 nömrəli tapşırığa məsələyə. Deməli, 14 nömrəli məsələdə deyilir. Məchul ədədi 3-ə vurub. Virgülə qədər oxudum. Məchul ədəd nədir? Yəni, hər hansı bir dəyişən olsun A. 3-ə vurub. Vurdum 3-ə. Alınan hasildən 6 çıxıb. Virgülə qədər oxudum. Alınan hasil budur. 6 çıx deyir, çıxdım 6-sını. Fərqi 7-yə vursaq, baxın, burada vur 7 yazsaq səhv olar. Fərqi deyir, fərq isə budur. Ona görə bunu alırıq mötərizəyə. 7-yə vursaq, 105 alınar. Bərabərdir 105. Deməli, belə bir tərinlik aldıq. Necə həll edəcəyik? 105-i 7-yə böləcəyik. Alınan cavabın üstünə 6 gələcəyik. Sonra isə onu 3-ə böləcəyik. İndi keçək 15 nömrəliyə. Çünki tərinliklərin həll eləməni bilsək, görürsünüzmü? Asanlıqla həll edəcəyik. Məchul ədəddən 7 çıxıb, eyni tipdir. Məchul ədədim olsun x. 7 çıxdım. Alınan fərqi 3-ə bölüb, alınan fərq aldım mötərizəyə, fərq budur. Böldüm 3-ə. Nəticədən 2 çıxsaq, çıxdım 2-ni. 5 alınar, bərabər 5. Məchul ədədi tapın. Nə edəcəm? 5-in üstə 2 gələcəm, 7. 7-ni 3-ə vuracam, 21. 21-in üstünə də 7 gələcəm, neçə olacaq? 28. Deməli, məchul ədədim neçəymiş? 28. Gəlin yoxlayaq görək, düzüm düşündüm. 28-dən 7 çıxıram, qalır 21. 21-i 3-ə bölürəm, düşür 7. 7-dən də 2 çıxıram, qalır 5. Deməli, gördüyünüz kimi bu şəkildə həll edəcəyik. İndi baxaq 16 nömrəli tapşırığa. 16. Deyir ki, 67-dən deyir, yəni 67-dən çıxacam. Dən çıxışlıq alın şəkilsidir. 67-dən məchul ədədin 3 mislini çıxsaq. Məchul ədədim neçədir? Bilmirəm. Onu A ilə işarə edirəm. 3 mislini çıxacamsa A-nı vururam 3-ə. Sonra deyir 22 alınır. Bərabər 22. Vəssalam, bu tərinliyi həll edirik. Nə edəcəyik? 67-dən 22 çıxacaq, alınan cavabı da 3-ə böləcəyik. İndi baxaq 17 nömrəli məsələyə. Deyir ki, 3